Emosional istismar Azərbaycan cəmiyyətinə daxil olmaqla bir çox cəmiyyətlərdə daha çox göz ardı edilən, çox da diqqət mərkəzinə gətirilməyən bir istismar növüdür. Ümumi olaraq inanc budur ki, valideynlər və ya müəllimlər və ya hər hansı bir yetkin insan fiquru, uşağın ətrafında olan yetkin insan fiquru onun üçün bir çox şeylər edirsə, həm də onun haqqıdır ki, zaman-zaman uşaqla bu şəkildə davransın. Amma uşağın mental sağlamlığını əgər ciddi şəkildə təsir edirsə, geriyə doğru aparırsa, burada biz bir istismardan danışa bilərik. Emosional istismar nədən ibarətdir? Uşağı davamlı olaraq tənqid eləmək, onun bacarıqlarını daha aşağı qiymətləndirmək, onun sən heç nə bacarmazsan mesajı vermək uşağa, sən onsuz da həmişə beləsən tipli yanaşma. Məsələn, dərs nəticələri aşağı olanda, məktəbdə aldığı qiymət aşağı olanda onu çox ağır şəkildə tənqid eləmək, aşağılamaq, təhqir eləmək uşaq istismarı olaraq sayılır. Ona görə uşaq istismarı sayılır ki, siz uşağa fiziki olaraq bir zərər verməsəz də, mental olaraq onun öz güvəninə, özü haqqında fikirlərinə ciddi bir təsir göstərmiş olursunuz. Həmin uşağın güvəndiyi yetkinlərdən kənardan eşitdiyi səs bir müddət sonra onun iç səsinə çevrilməyə başlayır və uşağın öz güvəni inanılmaz aşağıya doğru gedir. Uşaq həqiqətən də inanır ki, o heç nə bacarmaz. O həqiqətən də inanır ki, o bacarıqsızdır, o yaşıdlarından geridir.